31 mart Azərbaycanlıların soyqırımı gününün 107-ci, Şanlı Aprel döyüşlərinin 9-cu il dönümü ilə əlaqədar Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində və Bakı Dövlət Universitetində Vətən Fədailəri layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Maniyə Səxavət qızı ilə görüşlər keçirilib. Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Görüşlərdə universitetlərin müəllim və tələbə heyətləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib. Çıxış edənlər belə görüşlərin gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi baxımından vacibliyini vurğulayıblar. Vətən Fədailəri layihəsinin rəhbəri, yazıçı, jurnalist Maniyə Səxavət qızı və layihənin dəstəkçisi Şahin Məmmədov ərsəyə gətirdikləri kitablar barədə məlumat verib və gənclərə kitabları təqdim ediblər. Burada Maniyə xanım həqiqətən də böyük bir tədqiqat işi aparıbdı və bu tədqiqat işlərinin nəticəsi də məhz şəhidlərimizi öyrənmək, onların valideynləri tanımaq, onların ailələrini tanımaq və onlar haqqında yazılar yazmaqdır. Hər kitab yazılı bir abidədir, həqiqətən də bu belədir və bizim kitabxanalarımızda, bizim şəxsi kolleksiyalarımızda, bir çox ölkələrin kitabxanasında Maniyə xanımın əsərləri, kitabları qorunub saxlanılacaqdır və bunlar gələcək üçün böyük bir töhfədir. Bu o deməkdir ki, biz şəhidlərimizi unutmayacağıq və unutdurmayacağıq. Günlərdə Aprel döyüşünün də il dönümüdür. Bu da mənim üçün başqa bir məna daşıyır. Çünki mənim qardaşım Mayor Məmmədov Rasim məhz Aprel döyüşlərdə Lələtəpədə şəhid olmuşdur. Mən bir şəhid qardaşı yox, Azərbaycan bir vətəndaşı olaraq bacardığım qədər çalışıram ki, şəhid adını daimi uca tutaq, daimi yaşadaq. Belə görüşləri keçirməkdə məqsədimiz gənc nəsildə vətənpərvərliyin təbliği və şəhidlərimizin adlarını əbədi yaşatmaqdır. Biz illərdir Vətən Fədailəri layihəsini ərsəyə gətirərək bu amal uğrunda mücadilə edirik. Şahin Məmmədovla birlikdə şəhidlərimizin adlarını yaşatmaq bizim ən böyük amalımızdır. Sonda tələbələrə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.